Salam aleykum əziz müsəlmanlar. Keçən dərsdə biz şəmsi və qəməri hərfləri öyrəndik. Bu gün isə 5-ci qaydamızı, yəni həmzə haqqında məlumat verəcəyik inşallah. Və həmişə olduğu kimi sözlərdə tətbiqinə baxacağıq. Əvvəlcə baxaq ki, deməli həmzə necə yazılır. Gördüyünüz kimi bu həmzə işarəsidir. Deməli bu mövzu əslinə qalsa əliflə birgə keçirilməlidir. Lakin çətinlik olmasın deyən, tələbələrə asan olsun deyən ayrıca mövzu kimi götürülür. Bəsit şəkildə hamıya aydın olması üçün deyə bilərik ki, həmzə ilə əlif kimi oxunur. Yəni üzərinə fəthə qoyduqda ə kimi, kəsrə qoyduqda i kimi, dammə də qoyduqda bu şəkildə oxunur. Bəli. Demək, həmzənin iki növü və bir neçə də yazılış formaları var. Onları həm qeyd edək, həm də nümunələri ilə göstərək. Əvvəlcə, deməli, həmzənin növləri haqqında danışaq. Dedik ki, həmzə iki yerə bölünür. Birinci növü həmzətül qat'i, ikinci isə həmzətül vasıl adlanır. Bəsit dillə desək, həmzətül elə adi halda gördüyümüz əliflə eyni şəkildə yazılır və oxunur. Yəni, bundan əvvəl keçmişdik, əlifi yazırdıq, lakin üzərinə həmzə qoymurduq. İndi isə onun üzərinə həmzə qoyacaq. Baxın, bu şəkildə olacaq. Həmzətül qat'a aid misallardır. Gördüyünüz kimi. Əvvəlcə nümunələri oxuyaq. Əhədu, əhədu. Əmərə, əmərə. İ, şəddəli nundur və üzərində fəthə. İnnə. İzə və uzatmadır. İzə. Bəli. Bu misallarda gördüyünüz kimi bütün deməli həmzə hamısı əlif ilə birgə işlənir. Yəni belə demək mümkünsə əlif onun üçün dayaq rolunu oynayır. Lakin həmzə heç də həmişə əlifin üzərində dayanmır. O özünə başqa hərflər də dayaq kimi götürə bilər və hətta sərbəst şəkildə yazıla da bilər. İndi o formaların hamısını bir-bir götürək və sözlərdə işlənməsinə baxaq. Deməli, ilki olaraq dedik ki, həmzətül qat'in formaları ilki olaraq deməli əlifin üzərindədir. Bunu az öncə nümunələrdə baxdıq. Bundan əvvəlki, baxın, bu nümunələrdə baxdıq. İndi isə deməli, digər formalara da baxaq həmçinin ki, həmzə digər hərflərin üzərində necə hansı hərfləri özünə dayaq kimi götürüb onun üzərində dayana bilər. Növbəti həmzə üçün dayaq rolunu oynayan, baxın, bu nöqtəsiz yə hərfidir. Misallarına da baxaq, həmçinin necə olur ki, həmzə özünə məhz yəni, nöqtəsiz yəni özünə dayaq kimi götürə bilir. Məsələn, birinci misal. Quriə, quriə. İkinci misal. Yunşiu, yunşiu. İki verdisə, deməli, hər iki misalda mən y hərfini qətiyyən oxumadım. Burada sanki bir əlif dayanıb, həmzə dayanıb, həmzənin də üzərində fəth oxunur. Növbəti misala baxaq. Yub, di-u, yub-di-u. Növbəti həmzənin dayağı isə vavdır. Gördüyünüz kimi vavın üzərində dayanır. İndi isə gəlin misallarına da baxaq. Birinci sözümüz yu, həmzənin üzərində sukun olduqda səs batıq kimi çıxır. Yu, mi-nu, yu-mi-nu. Növbəti sözümüz mu-ə, şəddəli zəl hərfidir, aşağısında kəsrə. Mu-əz-zi-nu, mu-əz-zi-nu. Bizim dilimizdəki müəzzin sözüdür, azan verən yəni. Su, yenə həmzənin üzərində sukun. Su, ləkə, su, ləkə.
Deməli, həmzənin digər dayağı isə baxın, bu şəkildə olur. Yəni, nöqtəsiz yənin əvvəldə gələn forması da deyə bilərik. İndi isə misallara baxaq. Qa, əlif gəlibdir. Heç bir deməli, hərəkəsi yoxdur, ona görə uzatma rolunu oynayır. Qa, i, mun. Qaimun. Növbəti misalımız. Sə, uzatma. Səilun. Səilun. Növbəti. Hi, burada yə uzatma rolunu oynayır. Hi, nə, n, hə. Hi, nə, i, zin. Hi, nə, i, zin. Həmzənin digər dayağı isə baxın, bu şəkildə olur. Yenə yə hərfidir, ortada gələn formasıdır, lakin nöqtəsizdir. Buna aid misallara baxaq. Ş, i, şi, üzərində sukun. Şi, t, ə. Şi, tə. Növbəti misala baxaq. B, i, bi, səs batır burada. Bi, ru, bi, ru. Növbəti söz. Fi, ə, fi, ə, tin. Fi, ə, tin. Bəli. Deməli, sonuncu şəkil isə, yəni həmzənin üzərində durduğu dayağı isə, baxın, bu şəkildə yazılır. Buna aid də misallara baxaq. Mə, m, ə, mə, sonra ə və uzatma. Mə, ə, ri, bu. Mə, ə, ri, bu. Növbəti misala baxaq. Şə, n, ə. Şə, nə. Burada ə və uzatma. Şənə, ə, nu. Şənə, ə, nu. Demək, bura qədər keçdiyimiz bütün formalar həmzənin hansısa bir hərfin üzərində dayaq kimi özünə götürməsi idi. İndi isə ən axırıncı dayaqsız formasını keçirik. Deməli, həmzə heç bir hərfin üzərində dayaq olmadan sərbəst şəkildə gəlir. Baxın, bu şəkildə. Buna aid də bir neçə misala baxaq. Birinci sözümüz yə, şə və uzatma. Yəşə, ə. Yəşə, ə. Növbəti söz. Su, u. Su və burada uzatma var. Su, u. Su, u. Növbəti söz. M, i. Mi, l. Mil, ə. Mil, ə. Demək, bütün bu yuxarıda keçdiyimiz həmzənin birinci növünə aid idi, yəni həmzətül qat'i idi. İkinci növü isə həmzətül vasıl adlanır. Baxın, bu şəkildə deməli yazılır. Ekranda gördüyünüz kimi həmzətül vasılın üzərində bax, bu işarə olur. Bu həmzətül vasılın həmzətül qat'idən fərqi nədir? Bu həmzətül vasıl özü oxunmur. Yəni, öz-özlüyündə oxunmur. Adından da gördüyü kimi, deməli, vasıl birləşməyi ifadə edir. Yəni, özündən əvvəlki hərfi özündən sonraki sözə birləşdirir. Həmçinin, deməli, həmzətül vasılın, deməli, aşağısında fikir verdinizsə, cümlənin ortasında sözünü qeyd etmişəm. Bu nə üçündür? Demək, həmzətül vasıl ortada gələ bildiyi kimi cümlənin əvvəlində də gələ bilir. Əvvəlcə bu növü öyrənək, yəni cümlənin ortasında gələn formasına keçək, o birini isə daha sonra nümunələri ilə inşallah açıqlayarıq. Baxın, bu şəkildə olur. Məsələn, sözü oxuyaq nümunəmizi. Bi, bu özü oxunmur, özündən əvvəlki hərəkəni, deməli, belə görsədək, özündən əvvəlki hərəkə kəsrədir və özündən sonraki hərf isə sindir. Bunu buna birləşdirir, özü isə oxunmur. Bismi, bismi, hər deməli surənin əvvəlində Bismillahirrahmanirrahimdə bunu görə bilərik.
Növbəti sözümüzü oxuyaq. Və burada deməli vasitə həmzəsidir, özü oxunmur. N-dır. Ona görə birləşdirik. Van h. Vanhər. Növbəti sözümüz. Fə oxunmur. S. Fəs. Bir. Fəs bir. Fəs bir. Növbəti söz. Fə oxunmur. Şəddəli tə və üzərində fətə. Fəttə Fəttəbi'. Axırda da sukundur. Fəttəbi'. Növbəti. Rabbi biraz şəddə uzağa gedib. Bunu buralarda yazılsa daha yaxşı olardı. Ev yox. Rabbi və bu oxunmur. Birbaşa birləşdirilir bu qayn hərfinə. Rabbiğ. Fi-r. Rabbiğfir. Növbəti sözümüz. Daha doğrusu nümunəmiz. Çünki sözlər yox. Bəzən olur, iki sözü olur. Deməli, və oxunmur. Zəl. Vaz. Kuri. Vazkuri. Və burada da oxunmur. Birləşdirilir. Vazkurismə. Vazkurismə. Növbəti. Məni. Məni. Oxunmur. Şəddəli tə və üzərində fətə. Oxunur. Mənittə. Bə'a. Mənittəbə'a. Mənittəbə'a. Növbəti nümunəmiz. Oxunmur. Bil. Haqqi. Bilhaqqi. Növbəti nümunəmiz. Nə. Minə. Oxunmur. Birbaşa əlləmə birləşir. Minəl cinnəti. Deməli, oxuduğumuz bu vəslə həmzəli bütün sözlər cümlənin ortasında gəlir. Lakin bəzən vəslə həmzəsilə gələn sözlər cümlənin əvvəlində və ya dayanma işarələrindən sonra da gələ bilər. Bəs bu halda biz onun üzərinə hansı hərəkəni qoymalıyıq? Gəlin misallar üzərindən izah etməyə çalışaq. Birbaşa Qurandan göstərsək, məncə daha uyğun olar tələbələr üçün. Məsələn, bu ayəni götürək. Daha doğrusu ayədən bir hissədir. Burada deməli, qayda nədən ibarətdir? Əgər deməli, feilin növbəti hərəkəli deməli, hərfi dammədirsə, o zaman deməli, vasilə həmzəli əlifin üzərinə də dammə qoyuruq. Yox, əgər feilin, yəni vasilə həmzəsi ilə başlayan feilin növbəti hərəkəli, yəni ilk hərəkəli hərfi deyək. Burada məsələn, burada hərəkə yoxdur, burada da yoxdur, burada isə var. Kəf hərfinin üzərindədir. Əgər hərəkəli hərfin hərəkəsi dammə yox, fəthə və yaxud da kəsrə olarsa, həmzənin aşağısına deməli, kəsrə qoyuruq. Məsələn, tələbə soruşa bilər ki, mən hardan bilim, əgər ərəbcə bilmirəmsə, bu feildir, yoxsa isimdir. Məsələn, ismin bariz nümunələrindən biri qabağında əlif-ləmin olmasıdır. Əgər əlif-ləm varsa, bilin ki, o isimdir. Əgər əlif-ləmi yoxdursa, deməli, onun feil olma ehtimalı daha böyükdür. İndi isə gəlin bunu oxumağa çalışaq. Deməli, dediyimiz kimi bu feildir və həmzətül vasilə ilə başlayıbdır. Ayənin əvvəli. İndi burada hansı hərəkəni qoymalıyıq? Təbii ki, dammə, çünki ilk hərəkəsi dammədir burada. Yəni, burada yoxdur, burada sukundur, burada isə damməd olur. Urkud biriclikə. Burada tez-tez oxuyacağım ki, vaxtımız yetməsin. Bizim əsas məqsədimiz həmzənin deməli hərəkəsini təyin etməkdir.
Kim ki oxumaqda çətinlik çəkir, videonu saxlayıb geriyə dönüş edə bilər və yaxud da ki, digər dərslərimizi, əlifba dərslərimizi dinləyə bilər. Növbəti misalımıza baxaq. Gördüyümüz kimi burada da yenə həmzətül vasla ilə başlayıb. Deməli, burada feilin hərəkəli ilk hərfi fəthədir. Ona görə burada həmzətül vaslın aşağısına kəsrə qoyacaq. Dedik ki, dammə olarsa dammədir. Əgər fəthə kəsrə olarsa kəsrə olur. Yəni, başqa hərəkə olarsa dammədən savayı. O zaman kəsrə qoyulur. Olur. İs. Bunu da burada qeyd edə bilərik. Deməli, burada hərəkəni birbaşa qoyaq ki, tələbələrdə asan da olsun. İs. İstəğ. İstəğfir. İstəğfir ləhum. Bəli. Növbəti misalımıza keçək. Bəli. Burada da yenə həmzətül vasıldan sonra ilk hərəkəli hərf X hərfidir. Onun üzərində dammə durur. Ona görə biz həmzətül vaslın üzərinə damma qoyuruq. Avtomatik oxunur. Udxuluhə. Udxuluhə bisələmin. Udxuluhə bisələmin. Bəli. Növbəti misalımıza baxaq. Deməli, burada isimdir. Ona görə dediyimiz kimi əlifləmli sözdür. Bu isim olduğunu bilirik. Ona görə adi halda oxunur. Əl və yaxud da ki, özündən əvvəlki hər hansı bir kəsrə varsa və yaxud dammə varsa, onu birbaşa birləşdirikləmə. Deməli, əl-qiyaməti burada isə feildir. Deməli, feildən sonra, deməli, əslində qalsa, həmzəli vasıldan sonra ilk hərəkəli hərf mimdir. Onun üzərində fəthə var. Ona görə də biz həmzənin aşağısına dammə qoymalıyıq. Və oxunur. İ'məlu. İ'məlu. Mə şi'tum. İ'məlu. Mə şi'tum. Bəli. Növbəti misalımıza baxaq. Lakin əvvəl zaman buradan silməliyik. Burada da yenə hərəkəli, deməli, hərf tadır. Tanın üzərində fəthə var. Ona görə də biz burada həmzənin aşağısına kəsrə qoymalıyıq. Və olmalıdır. İntaliqu. İntaliqu ilə zillin. Bəli, bizə maraqlı olan hissəsi həmzətül vaslı olan aid hissə idi. Ona görə digər hissənin üzərində durmuruq. Növbəti misala keçək. Burada da deməli, növbəti misalda yenə həmzətül vasıl, ondan sonra hərf sükunludur və ondan sonraki fəthəlidir. Ona görə biz burada deməli, həmzətül vaslın aşağısına kəsrə qoymalıyıq. Və oxumalıdır. İzhəb. İzhəb. İzhəb bi kitabi həzə. Bəli. Bununla da həmzə qaydasını bitirdik. Əlhamdülillah. Növbəti dərsimizdə inşallah ləfzətullah haqqında məlumat veriləcək. Suallarınız, dərslə əlaqədar fikirləriniz varsa, videonun altında şərh bölməsinə yaza bilərsiniz. Kanallarımıza, xüsusən də Telegram kanalına abunə olmağı unutmayın. Videonu bəyənməyi və şərh yazmağı və digərləri ilə paylaşmağı da təxirə salmayın. Çünki bu videonun daha böyük insan kitləsinə çatmasına birbaşa səbəbdir və xeyir işə səbəb olan o işi görmüş kimidir. Allah sizi qorusun. Əssəlamu aleykum.